Salam aleyküm əziz və hörmətli dostlar. Umarım ki halınız yaxşıdır. Mən pis deyiləm. Hər halda günlər keçir ömürdən və ömür yavaş-yavaş gedir. Necə ki kitabı da yavaş-yavaş oxuduq və indi axir səfəsidir. Hər şey bir gün başlanar və bir gün qurtarar. Kitaplar da o cürdür. Mən bu günləri bu kitabı qurtaracağam və gələn gün, indi bilmirəm yarın ola, o birisi gün ola, bu kitab haqqında biraz danışacağam kollunda. Amma indi icazə buyursaz kitabımızı oxuyaq, son səhifəmizi oxuyaq, qutaraq. Çox mühüm məsələləri danışır. Kitabımızın adı nədir? Kitabımızın adı Türkçülüyün əsasları. Yazarı kimdir? Ziya Gökalp. Nə zaman yazıb? 100 ilə yaxın bundan qabaq bu kitabı yazıbdır. Neçinci səhifəni oxuruq? 109-cu səhifə. Kitab özü 117-18 səhifədir, amma bu səhifədə qurtulur, qalanı sözcükdür, yəni lüğətnamədir. Dünənləri oxuyarkən 108-ci səhifəni qutardıq. 109-cu səhifənin elə əvvəlindən başlayaq, gedək ki, görək nə olur. Türklər arasında indiyə qədər az filsuf yetişməsi türklərin spekulyasiyona yetenəklərinin olmadığına yüklənməməlidir. Deyir ki, bir sual vardı da, türklərin arasında niyə filsuf azdır, düşüncəli adam azdır, düşüncə azdır? Bu suala cavab verir. Deyir ki, türklərin arasında indiyə qədər, yəni o kitabı yazdığı zamana qədər, az filsufun yetişmə səbəbi nədə ibarətdir? Türklərin spekulyasiyona, yəni fəlsəfiyə, düşüncəyə yetenəklərinin olmadığı yüklənə bilməz. Yəni deyənlər o ki, türklər bir cür adamdılar ki, fikirləşənmirlər, ya düşünənmirlər, ya fəlsəfi məsələlərə girişənmirlər. Bu düz deyil. Yetenək, yəni çıxar. Deyək, məsələn, fəlsəfədə çıxarları yoxdur. Yox. Olmaq, olmamaq da ki, bilirik nədir? Yüklənmək, bir yükü də bilirik. Yük farsca bardır. Yüklənmək, yəni bir şeyi bir şeyə qaldırıb qoymaq. Bu azlıq, filsufların azlığı türk dünyasında, türklərin hənuz bilimlərcə huzur və rahatlıq açısından spekulasyona uyğun bir səviyyəyə yüksəlməmələri ilə açıqlanırsa daha doğru olur. Burada bir dəlil gətirir, niyə filsuf azdır. Amma mən qabaqcan fikirlərim, bu kitabda ya bir ayrı kitabda oxumuşdum da, o daha gözəldir. Bəlkə də televizyonda eşitmişdim, bilmirəm. Deyirdi ki, türklər düşmənlərlə savaşmaq üçün camiəyə, topluma əmniyyət yaratmaq üçün daimən savaşda olublar. Ya düşmənlə savaşıblar, ya da düşmən hücum etməsin deyə hazırlıqda olublar. Bunun üçün əslən bir rahat zaman tapmayıblar, oturalar, düşünələr. Bu birinci. İkincisi, dünən bu özü dedi ki, şərtə əsli budur ki, lazım qədər insanın gəliri ola və fikri rahat ola. Yemək içmağının, giyib giyməmağının fikrini eləməyə, arvad uşağının fikrini eləməyə ki, bunlar nə olacaqlar? Ondadır ki, bu adam oturub fikir eləyə bilər. Çünki fəlsəfə nədir? Fəlsəfə qədimdən deyirlər, hünər bərayi hünər. Fəlsəfə bərayi fəlsəfədir. Fəlsəfəni oxursan ki, fəlsəfə yaradasan. Filsufların fikrini oxursan ki,
taza bir fikir yaradasan, taza bir fəlsəfə yaradasan. Bunun üçün deyirlər, fəlsəfə üçündür. Bu azlıq türklərin hənuz bilimlərcə huzur və rahatlıq açısından spekulyasiyona uyğun deyir ki, bu filosofların azlığı türklərin içində illəti budur ki, indiyə dək, yəni o zamana dək, bilimlərcə, yəni elmlər sahəsində, müxtəlif elmlər sahəsində huzur və rahatlıq. Huzur ərəbcə sözdür. Elə rahat olmaq. İkisi də bir anlamdadır. Açısından fəlsəfəyə uyğun bir səviyyəyə yüksəlməsidir. Yüksəlmələri ilə açıqlanırsa daha doğru olur. Yəni bir dünən də dediyim təkrar edilir. Bir gərək bunların bir rahatlığı olaydı, bir gəlirləri olaydı ki, eləyə biləydilər. Bu kasıblıq, fəqirlik bizi... Hətta baxın, Güney Azərbaycanda da o fəlsəfə fəqiri deyəndə yenə gedirik bura. Yəni Güney Azərbaycanlılar geçən yüzyılın siyasətinin sonunda, nəticəsində, sonucu nə olubdu? Bunların fəqir olmağına gəlibdi. Fəqir olan adam nədir? Çörəyinin əsiridir. Yeyib içmağının əsiridir. Bir başım üstə bir şey olsun ki, yağış altında qalmayayım, soyuqda qalmayayım əsiridir. Balalarım yesin, içsin, bir azdan çoxdan bir savadı olsun, onun əsiridir. Onun üçün türklər mütəəssifanə görürsünüz ki, bu 100 ildən sonra kətdə, şəhərdə, Azərbaycanda, öz vətənində evi var, eşiyi var. Amma işi yoxdur. Ötürür, yerin, yurdun ötürür, sıxır gedir Farsistana. Tamam gücün qoyur ki, bir ev düzəldə, yavaş-yavaş bu evi biraz imkanatın düzəldə, indi uşaqlar yekəlirlər, birini ələ verəcək, birini evləndirəcək, birinə cihaz alacaq, birinə köməklik eləyəcək. Yəni, indi orada dil müşkülü də gələcək. Dil müşkülü hiqarət hissi gətirəcək. Hər işə girənməyəcək. Onun üçün mühacirlər görürsünüz ki, əksərən özləri və evlatları aşağı səviyyədə işlədilər. Müdiriyyətlərdə yoxdular. Yaxçı gəliri olanlarda yoxdur. Bəqqal-çəqqallıq eləyənlər farsların gözünə girir. O, bazar onların əlindədir. Bəqqaldır da, bəqqalın da bunun bir şey yoxdur ki. Yəni bu ən aşağı işlərdən biri də bəqqallıqdır. Əslən adamın istirahəti yoxdur. Ki, otur hələ fəlsəfədən danışaq. Bununla bərabər türklərin fəlsəfəcə geri qalmaları yalnız yüksək fəlsəfə baxımından doğru ola bilir. Deyir ki, bununla belə ki, dedik, doğru olar deyək ki, rahatçılıqları olmayıbdır, aramışları olmayıbdır, rifahları olmayıbdır ki, gəlib fəlsəfə için çalışalar. Deyir, bununla bərabər, yəni bunun yanında türklərin fəlsəfəcə geri qalmaları. Geri qalmaq, yəni dalı qalmaq. Geri qalmaların fəlsəfə sahəsində geri qalmaları yalnız yüksək fəlsəfədədir. Yəni, baxımından doğru ola bilir. Yəni, ali fəlsəfəçi deyirlər, o ali fəlsəfədə şey olar, doğru gələ bilər. Xalq fəlsəfəsi baxımından türklər bütün millətlərdən daha yüksəkdir. Amma xalq fəlsəfəsi, milli fəlsəfə, millətin içində yaşam fəlsəfəsi deyir, bu baxımdan xalq fəlsəfəsi baxımından yüksək fəlsəfə dedik, intizaidir, yəni zehnidədir. Xalq fəlsəfəsi yaşamdadır. Mənim nəzərim. Bütün millətlərdən daha yüksəkdir. O yaşam tərzində, əlbəttə bunu mən
Günaz TV-də də illər bundan qabaq demişəm. Baxın dostlar. Türklərin fəlsəfəsinə dedim, xalq fəlsəfəsi kimi baxaq da, beləsi. Burada bu təqsim bəndi ilə baxaq. Amma mən onunla da baxmıram. Mən ali fəlsəfə ilə baxıram. Amma deyək ki, o fəlsəfə ki, yaşamı dəyişdirir. Türklər hökumət qura biliblər, ya yox? Hökuməti uzun zaman idarə eləyə biliblər, ya yox? Camiədə qanun və ədalət üçün bir hərəkətlər eləyiblər, ya yox? Aya toplumu, yaşamın getdiyi durumun dəyişdiriblər, ya yox? Sistem, təlimi tərbiyə sistemin dəyişdiriblər, ya yox? Bunlar fəlsəfədirlər. Onların hamısının sonuç iş görünür ha. Onun dalısında bir fikir var, düşüncə var, yəni fəlsəfə var. Məsələn, bir hökumət qurur, deyək ki, Məhmud Qəznəvi, Səlcuqlar, Osmanilər, Səfəvilər hökumət qururlar. Bu hökumət bir fəlsəfənin və düşüncənin danışıdan, yəni camiə əgər qabaqçı kimi düşünsəydi, o qurucular qabaqçı liderlər kimi düşünsəydilər, camiə qabaqçı kimi axıb gedərdi. Əgər görürük ki, dəyişilibdir sistem, hökumət bir ayrı cürə olubdu, birini yıxıb, birini düzəldib, orada. Baxın, bir dənə misal vururum, onu daha rahat düşünək. Onlar ki, mənim yaşlı olsalar, Xümeyni ilə şah görüblər. Baxın, bir dənə fəlsəfə var. Əlbəttə, Rıza Şahgil fəlsəfə ilə gəlməyiblər. Bu üçün ki, deyək, məsələn, bir dənə bir sentezdirlər camiədə, ya bir düşüncənin, fəlsəfənin sentezidir Rıza Şah, bunu görə bilmərik. Çünki Rıza Şah nə fikir sahibi idi, nə də bir şey. İngilislər koditanı elədilər, verdilər. Bu adamın əlinə, 2 nəfərin əlinə verdilər, Ziyanla onun əlinə verdilər. Ziyanı da sonra götürdü bu adam, özü geçdi qabağa. Özünü də kim idarə edirdi? Panfarslar ki, framason idilər. Avropada oxumuşlar, onların fikri dəyişmişdi. Onlarda bir fəlsəfə var idi. Bu fəlsəfə özlərinin idi. İngilistan, Alman, Fransa, İngilistan bunların beyninə bir şeylər soxmuşlar. Bunlar gəlmişlər, bu bölgəni çevirdilər onların xidmətinə. O bir başqa bir söz, o bir ayrı bəhsdir. Amma Xümeyni bir başqa bir düşüncə gətirdi. Nə düşüncənin qabağında? Bunu qəzavət eləmirik, yaxçıdır, pisdir ha. Amma şah rejiminin tamam sisteminin qabağında siyasi sistem, ictimai sistem, dini sistem, amuziş sistemi, əxlaq sistemi, yemaq, içmaq, iş, filan, bəhman bir dənə bir fəlsəfəsi var idi. Sonra nəticəsinə baxırıq, görürük ki, nəticəsi pisdir. Yəni görürük ki, Xümeyni gəlir, millət də bunun fəlsəfəsindən, işindən, düşüncəsindən himayət edirlər. Amma sonucu görürük ki, camiə gedir dalıya. Amma sonuçda bir fikir gətiribdir. İki fikrin savaşından bir dənə bir millət gəlib, millətlər gəliblər. Bu fikrin birindən himayət ediblər, birindən himayət eləməyiblər. Bu düşüncədir. Bu fəlsəfədir. İndi əcəba bu fəlsəfə bizi qabağa aparıb, dalıya aparıb, bu bir ayrı bəhsidir. İndi türklər əcəba, türklər hökumət qurublar, qurublar. Ordunu dəyişdiriblər, dəyişdiriblər. Silah dəyişdiriblər, dəyişdiriblər. Yaşam tərzini dəyişdiriblər, dəyişdiriblər. Məsələn, yenə gələk elə özümüzün təcrübəmiz olan yerə. Nasiruddin Şah kimdir? Nasiruddin Şah kimdir? Nasiruddin Şah nə işlər görüb? Bu işləri ki görübdür, tamamən bu günləri biz Nasiruddin Şahın kölgəsində yaşırıq. Yəni, 170 ilə yaxın, bəlkə də çox, Nasiruddin Şahın doğumundan gəlir bura qədər, bu günə qədər.
Bəlkə də çox, 170-dən çox, 200-ə yaxın. Nasiruddin Şahın, biz Nasiruddin Şahdan sonra bu günəcən yaşayan nəsillərin hamısı Nasiruddin Şahın fikrinin və fəlsəfəsinin meyvələrini yeyirik. Əgər Nasiruddin Şah bir fəlsəfəsi olmasaydı, bir düşüncəsi olmasaydı, iqtisadi islahat eləməzdi. Camiə gedirdi, o da keyfi nələrdi da. Siyasi islahat eləməzdi. Məclis, neçə dəfə məclis qrup vurmazdı. Qanun yazdırıb yazdırmazdı. Ədliyyə təsis verib təsis verməzdi. Sistem, müəllim, xaricədən müəllim gətiribdi. Niyə gətirib? Bu düşüncədir. Bu bir şey düşünür ki, mən bir şeyləri değiştirmək üçün filan özümün yoxumdur, filan yerdən bu adamları gətirməliyəm, mənim düşüncəmin xidmətində bunlar işləsinlər, nəticəsi görək nə olur. Nəticəni bilir əlbəttə. Çünki filsuf əvvəl fikri düşünər, nəticəni də görər. Onun üçündür ki, oradan adam gətirir, görürük ki, oradan nə gətirir? Görürük ki, oradan gedir, maşın gətirir. Topxanada fırlandırır, Tehranda fırlandırır. Qətar qoyur. 5 dənə xətt, qətar xətti çəkdiribdi Nasiruddin Şah. Görürük ki, ordunu değiştirir. Top, tüfəng, danışqaq qoyur birincisi içəridə. Ustadları xaricədən gətirir. Qabaqcanki danışçı özü göndərmişdi. Baxın, fikri olmasaydı danışçını göndərməzdi orada dərs oxuya. Oradan qeydə gələ. Burada Darülfunun yaratmış ola ki, taza burada danışçılar götürəcəkdir. Öz adamları orada dərs verəcəkdir. Görürük ki, telgrafı gətirir, görürük ki, dürbün əqqasını gətirir, görürük ki, teatrı gətirir, görürük ki, teatrda nümayişləri gətirir, görürük ki, mühəndislikləri gətirir, binaların şiklini değiştirir. Yəni, baxsaz Nasiruddin Şah dövrünə Tehranda hamısına Kolahfərəngi deyə şey elirlər. Saxtamanlara, Kolahfərəngi. Hamısının saxtamanların üstü bir cürdür. İndi də məsələn Rumi, Nümayi Rumi deyə İranda doludur. Elə bu da bir Avropadan gəlmədi. Pəs bir fəlsəfə var ki, siyasəti, fəlsəfə burada oxuduq da. Baxın, bu kitab özü fəlsəfədir. Bu əslində manifestidir bu adam. Manifest yazıbdır. Bir dənə siyasi, iqtisadi, ictimai, hünəri, qanuni, demokratik, sekular bir manifest yazıbdır. Bu manifest yeni fəlsəfə düşüncəsi. Marksın da buna tay varıdır. O da filsufdur. Bu da filsufdur. Yəni biz necə deyək ki, məsələn, Nasiruddin Şah filsuf deyil. Filsuf olmasaydı, bir idealları olmasaydı, o değişiklikləri yaratmazdı. Onun üçün o insanlar ki, idealları var, xiyal qururlar və o xiyal üçün hərəkət edirlər. Məsələn, baxın, bizim deyək ki, xalq filsufumuza baxın indi. Bizim, dünən dedim, 4 dəstə fəalımız var. Qanun əsasçılar, federalçılar, istiqlalçılar, turancılar. Baxın, bunların hərəsi öz sahəsində bir filsufdur. Çünki o ki, qanun əsasıdır, o tamami şəraitə baxır, salır, çıxır, deyir, ağa, mən buradan yapışsam, bu nəticəyə yetirəcəyəm. Bunun üçün də bu çalışmaları eləyəcəyəm, bu xəsarətləri alacağım, bu zərərləri təhəmmül eləyəcəyəm, bu zindana həbsi təhəmmül eləyəcəyəm, amma nəticə sonuc bu olacaq. Hətta o, sonrakını da görə bilər. Yəni, sonra federalizmə gedəcək, onu görə bilər. Amma deyər ki, əgər mən federalizm desəm, məni qanun əsasının qabağında qoymazlar bir iş görəm. Federalçı vəziyyəti mövcudu görür İranda. Bunu görür ki, mənafi millini təmin eləmir. Bu da fəlsəfədir da. Bunlar filsuf nə deməkdir? Budur. Deyir ki, mən bu sistemi değiştirməsəm qanun əsasını değişməyi ilə olmaz. Sistem gərək değişər. Çünki əsən qanun əsasını sistem değişsə qanun əsası da değişəcəkdir. Qanun əsası değişməklə sistem değişməz.
Necə ki, şah zamanı qanun əsası məşrutə var idi, məsələnin adı sistem diktatori idi. Müsəddiq gəldi də dəyişmədi. Xumeyni də gəldi dəyişmədi. Xumeyni gəldi bir dənə qanun qoydu Xumeyni. Yenə görürük ki, dəyişmədi. Şahdan da pis oldu. Bəs gərək federalistlərin bir dənə düşüncələri var. Sistem siyasi değişsə, müdiriyyət sistemi siyasi mərkəzdən değişdirsə, lokal olsa, milli olsa, belə deyək, milli olsa, bu bizə bu şeyləri verər, sonuçları. Və hətta bizi istiqlala tərəf aparar ya aparmaz. Bunu da düşünər filsuf. İstiqlalçı da bir ayrı zaviyyədən, Turancı da bir ayrı zaviyyədən. Bunlar 4 mərhələdə filsufdular. Amma bizim bir dənə müşkülümüz var. Biz tənbəluq, savadımız, yazmağa belə tənbəluq. Bunun üçün də mütəəssifanə görürsünüz ki, eləyə bilmirik. Məsələn, fikrimizi tökək kağız üstünə, deyək, mən nə istəyirəm, mənim düşüncəm nədir? Mən qanun əsasıdan danışanda nə cür danışıram, onu nə cür eləyəcəyik. Hatta bu da deyirik. Bunun üçün fəlsəfə kimi görsənmir. O halda ki, bir də, baxın, bir də mühüm məsələ budur. Danışmaqla yazmağın arasında fəlsəfənin fərqi çıxar. O zaman ki, siz danışırsınız, şəfahidir. İstinad eləməzlər, dərdə də dəyməz. Əlbəttə, indi yavaş-yavaş tüm film olur filan, bəhman, bunlar dərdə dəyər. Amma fəlsəfə, o zaman fəlsəfə hesab olur ki, kitabdır, yazıdır. Hamı götürüb onun üstündə onu nəqd eləyə bilir, onu oxuya bilir. Onu kəlmələr, baxın, bu kitabı biz indi rahatca, mən bunu oturmuşam, bu günləri 93-cü gündür ki, bunu mən hey hallaşlamağa başlamışam. Amma səs olsaydı nə olardı? Bununla bərabər türklərin onu oxuduq. Rostand adlı bir Fransız. Rostand adlı bir, əlbəttə bu da Fransa üçün olsa, Rostand deyək. Rostand, yəni bir adlı Fransalı filsufu deyir ki, nə deyir? Görək o nə deyir? Bir komutan üçün qarşısındakı düşmən ordusuna nə qədər əskəri, nə qədər silah və cəbhanəsi olduğunu bilmək çox yararlıdır. Diqqət buyurun. Fəqət onun üçün bunlardan daha çox yararlı bir şey vardı ki, o da qarşısındakı düşmanın ordusunun fəlsəfəsini bilməkdir. Diqqət buyurun, mən dediyim sözü bu ciddən oxumamışdım. Ha deyəs bəlkə, çünki elə şeydir, bir vəziyyətdəyəm ki, oxumağa vaxtım olmur. Deyir ki, o Fransalı filsufun sözü budur. Deyir, bir komutan üçün. Bir dənə fərmandehi, bizim də subaşı deyirik türkçə. Qədim subaşı deyirlər. İndi komandal deyirlər, komandan. Məsələn, genel qurmay komandanlığı. Yəni, fərmandehi kollegova. İndi fərmandehisinin götürək kollegovasının hamısı şeydir, ərəbcədir. Deyir ki, bir komutan, yəni bir fərmandeh üçün, qarşıdakı düşmənin, o qarşıdakı, yəni üzbəüz durduğu düşmənin ordusunun nə qədər əskəri var mühümmüdür. Yəni o komutan düşünür ki, bilirsiniz də komutanla sərbazın dərəcələrin fərqi nədir? Baş komutanlar, stratejistlər düşünərlər. Onlar əmir verərlər, aşağılar düşünmək haqqıları yoxdur. Onlar icra elərlər. Aşağıda haqqıları yoxdur deyərlər ki, biz gedib ölərik. Burada belə eləyək, ölməyək. Əslən, komutan deyir ki, bu quruq gedəcək, ölə ki, düşmən deyə biz buradan gəlirik, o birisi düşmən bura gəlsin, biz oradan bu işi görək. İndi, mən dünən dedim da, strateji dediyimiz şey, orduda fəlsəfiyə strateji deyirlər,
düşüncədə stratejiyə fəlsəfə deyirlər. İndi bu onu deyir. Deyir bir dənə komutan üçün o üç qarşısındakı qoşunun nə qədər adamı var? Əskər adam, savaşçı. Ərəbcə sözdür. Nə qədər savaşçısı var? Mühümdür. Nə qədər silahları var və silahları nədir? O da mühümdür. Cəbhanəsi. Cəbhanə dediği yəni fişənci. Beləsi deyil. Nə qədər fişənci var. Bu da deyir, bilmək, bunu da bilmək onun çox yararlıdır, yəni xeyirlidir onun üçün. Çox önəmlidir ki, bilə bunlar nədir? Ona yarar, yəni ona xeyir verər. Ki, mənim qabağımdakı düşmənin 50.000 dənə adamı vardı. Məsələn, fikir eləyin ki, Azərbaycan istəyir İranla savaşa. Məsələ. Ya İran istəyir Azərbaycanla savaşa. Onun nə qədər adamı var? Nə qədər top tüfəngi, təyyarası, gəmisi, muşəyi, nə bilim, sərbazı, bunları var. Nə qədər bunun mali gücü vardı, savaşın dalısında neçə müddət dura bilər. Yəni bu eləyə bilər cəbhanəsin, yəni topun, tüfəngin, tan gözü kimi iş görə bilməz. Yəni onun gülləsi ola. Tüfək kimi iş görə, onca tüfəsi ola. Nə qədər bu dövlətin pulu var ki, eləyə bilər bu tüfəngi, güllələri ala verə bu sərbazları qabaqda daimən də daşıya gərək. Fəqət bunun üçün bunlardan daha çox yararlı bir şey var. Fərmandeh üçün bu dediklərimiz ki, buna çox xeyirlidir, bu fərmandehə ki, düşməni sındırmağa ya ondan savaşmaqda bunları bilə, bundan bir daha çox yararlı, xeyirli bir şey var. Nədir? O da qarşısındakı düşman ordusunun düşüncəsi nədir? Qarşısındakı düşmənin düşüncəsin. Məsələn, yadınızda olsa Xameneyinin adamları deyirlər ki, namaz qılmayanlar vətən alanmazlar. Dünyanın bir çox yerində savaşlar namaz qılmazlar. Fəqət bəzi müsəlmanlar namaz qılar, müsəlmanların hamısı da namaz qılmaz. Amma gördük Azərbaycan aldı. O düşmən nə cür düşünür? O düşüncəsini bilsəz, onun düşüncəsi ilə bunun rəftarın, davranışın görə bilərsiniz. O nə cür davranacaqdır? Hədd sıvıra bilərsiniz. Məsələn, siz bilsəz ki, şiəlik, qaltaqlıqdır, yalançılıqdır, hər şeyi eləyə bilər, tövcih şəri eləyə, kulah şəri farsları ilə qoya başına. Onda deyə bilərsiniz ki, əcəba Xameneyi ki deyir biz fətva verib ki, bomba, atom haramdır. Doğrudan buna inanır, yoxsa yox. Siz onun düşüncəsini bilməsəz, qəbul elərsiniz ki, bu adam deyir haramdır, bomba, atom, bəs həm bomba, atomun dalısını getməyəcək. Amma görərsiniz ki, 500 milyard dolar ən azı deyirlər pul tökübdür bu bomba atomun boğazına. Əgər bu 500 milyard doları Avropa, Amerika, Rusiyaya versəydi, desə, ağa, gətirin bura nirugah qoyun. Gətirin bura mərkəzi filan qoyun. 500 dana deməyim, 250 dana heç olmasa, 250 dana mərkəzi atomisi var idi. Ki 20 ildən sonra oradan hərəsindən bir dana mütəxəssis çıxı, 20 dana mütəxəssis olardı. 20 ildən sonra da atom düzəldə bilərdi. Amma yox. Gerçəkdə iki ordu və iki millət bir-biri ilə savaşarkən birisinin yenib digərin yeniləcəyi sonucunu verən ən başlıca etkenlər iki tərəfin fəlsəfələridir. Görün nə gözəl deyir. Deyir ki, gerçəkdə, dedik, həqiqət ərəbcədir. Gerçəkdə iki ordu və iki millət bir-biri ilə savaşarkən, yəni savaşan zamanda bunların hangisi udacaq, hangisi uduzacaq onu
görmək olar. Öngörü ola bilər. Deyir Şəvval Şəksən, birisinin yenib, biri qələbə çalacaq, udacaq. Yenmək, yəni birin yıxmaq. Digərinin yeniləcəsi, o birisinin də şikəst yeməsi sonucu, yəni nəticəsi verən ən başlıca, başda gələn ətkənlərdən, ətkən təsir qoyan amillərdən, faktor, amil, faktor latincədir, amil ərəbcədir, türkçəsi ətkinlər. Amillərdən iki tərəfin, nə mənədir amillərdən ən mühümü, ən başlıca da dedi, ən mühümü, ən başda gələn faktorlardan biri nədir? İki tərəfin fəlsəfələridir. İki tərəfin fəlsəfəni qoyun kənara, düşüncəsidir. Necə düşünür? Kişisel həyatı, vətənin bağımsızlığından kişisel çıxarı, namus və görevlərdən daha dəyərli görən bir ordu kəsinliklə yenilir. Baxın, bu bizim dərdimizi bu günləri deyir. Deyir ki, kişisel həyatı, kişi dedik Türk dilində insan, adam ya şəxsiyyət. Bu üç dana mənada gəlir. İnsan, adam, şəxsiyyət hər üçü də ərəb sözdür. Türkçəsi nədir? Kişisel. Kişisel həyat, kişi odur. Kişisel həyat yəni şəxsi yaşam. Bir millət var, indi İranda da görürsünüz ki, tamam fərmandehlər, mən də məqalə yazmışdım sipapaslarına görə məni tutdular, zindana saldılar, mühakimə elədilər. Orada yazmışam ki, bunlardan heç zat çıxmaz, çünki bunlar yemaqlarına gəlir. İndi kişisel həyat, əgər bir orduda fərmandehlər, müdürlər, rəhbərlər, ustandarlar, vəzirlər, şahlar, nümayəndə məclis, filan, bəhman başladılar şəxsi həyatlarına yetişməyə. Bu xanımı öcəşaq, onun xanımı xoşgildir, ondan yapışaq, bunun qızı gözəldir, o qız gəldi, bizdən bir şey istir, onu deyək, tamam veririk, amma sən bizdən bir pərdənin dalısına geçişinə. Vətənin bağımsızlığından kişisel çıxar. Vətənin istiqlalından şəxsi mənafi çıxar, mənafi çıxar mənfəət, kişisel şəxsi. Deyir ki, vətənin adına, vətən deyə amma şəxsi mənafi güdə. Vətənin bağımsızlığından, vətənin istiqlalından danışa, bu biz istiqlal Cumhuriyyə İslami, nə şərqi, nə qəlbi Cumhuriyyə İslami, amma milyardılar dolar oğurlayıblar. Ayətullahların hesablarını görsədirlər. Bəzən görürsünüz, bu Ayətullah Nəmənənin hesabını qoyublar dünən İsrağa gün. Bir dana kartında adamın hesabında 670 milyard tümən pul var. Vətənin bağımsızlığından kişisel çıxar mənfəəti şəxsi axtaran millət, namus və görevlərdən, görev vəzifə, işlər, işi görürük. Hər kəsənin bir vəzifəsi vardır, işi vardır. Vəzifə ərəbcədir, yəni iş. İş sözünün ərəbcəsi vəzifədir. Vəzifələrdən nə mənə? Görevlərdən və görevlərdən, yəni vəzifələrdən daha dəyərli görən bir ordu. Namus və vəzifələrdən daha dəyərli görən, nəyi dəyərli görürlər? Bir ordu kəsinliklə yenilir. Yəni şəxsi mənafiyin önərli görürsə, əgər namusdan, vəzifədən önəmli görürsə, dəyərli, qiymətli görürsə, bu ordu kəsinliklə qətən %100 yenilir, sınar, şikəst yer. Bunun tərsi bir fəlsəfəyə sahib olan ordu isə kəsinliklə yenər. Deyir, bunun tərsəsi, dediyimizin tərsəsi ki, bu neydi? Dediyimizin tərsi neydi? Kişisel həyatı önəm daşımır. Mənə millət və vətən mühüm deyə danışır və onun üçün çalışır. Vətən adına cibinə pul yığmır.
az pul götürür. O əvvəl inqilabda o rəhmətli Azərbaycanlılar gediblər cipiyə lavaş tutub bir nəfər ki, nəfərə bir lavaş yeşən sərbaz. Bəziləri sərbaz lavaşı götürmür ki, o vətəndə şey olsun. Zor düşməsin onlara. Mən bir vədə yeməyim. Bağımsızlığın kişisel çıxarları üzə gətirməsin. Kişisel mənafiyin qurbanı eləsin vətənə. Namusun və görəvi mühüm olsun o adama, vəzifəsi. Bu adam nə ola? Belə bir bütün bunun tərsi bir fəlsəfə ki dediyim, sahib olan bir ordu, belə bir ordu kəsinliklə qələbə çalar. Yenər, yenilir, şikəst yer, yenər, şikəst verər. Şikəst ərəb, farsça sözdür. Onun üçün Türkçəsi yenərdir. Yenər, qələbə çalar. Müzəffər olar. Müzəffər də ərəbcəsidir. O halda xalq fəlsəfəsi baxımından Yunanlılara, İngilizlərə mi daha yüksəkdir, yoxsa Türklər mi daha ucadır? Deyir ki, o halda, indi ki bu iki dənanı dedik da, iki dənə ordunun fəlsəfələrini dedik. O halda xalq fəlsəfəsi baxımından baxsaq, Yunanlılar bilirsiniz, Türkiyənin düşmənidir də, təqribən elə indi feylən onlardan savaşdadılar. Bir siyasi, iqtisadi savaşdadılar. Nizami savaşa da mərzinəcən gedərlər, amma savaşmazlar. Çünki bilirlər ki, çox ağır xərc var. Hər iki tərəf bunu bilir. Hər iki tərəf də istəmir xəsarət gəlsin. Onun üçün savaşa girməzlər. Deyir ki, xalq fəlsəfəsi baxımından Yunanlılara İngilizlər mi daha yüksəkdir? Yunanlılara İngilislilər, əcəba İngilizlər, aya, mi əcəbadır türkcə, ki əcəb sözündən ki ərəbcədə gəlir və ya mi özü elə aya farsça deyilir, onun yerinə işlə bir türkcə sözdür. Mi, əlaməti sualı, hər kəlmənin üstünə gəlsə onu sual elər. Yunanlılara İngilizlər mi daha yüksəkdir? Yunanlılara İngilislər daha onlardan üstündür, yoxsa türklər mi daha ucadır? Yunanlılara deyir ki, Yunanlılarla türkləri və İngilislər vur. Deyir ki, İngilislər Yunanlılardan üstündür, yoxsa türklər ucadır. Gör, ucanı da işlətdi, yüksəki də işlətdi. İkisini də işlətdi, ikisi də mənim əlim dəydi, çıxdı, getdi, hara Allah bilir. Bəli. Bu sorunun cavabını verəcək Çanaqqala savaşları ilə Anadolu savaşlarıdır. Bu soruya ki deyir cavab verdik ki, görəsən Yunanlılara görə ya Yunanlıların baxışından İngilislər güclüdülər yoxsa türklər? Bunu deyir baxaq. Deyir bu sorunun cavabına Çanaqqala savaşı, özdə bir savaş olmayıb, orada savaşlar olduğu üçün deyir savaşları və Anadolu savaşları cavab verər. Anadolu deyil, Türkiyənin, bugünkü Türkiyənin Qurtuluş Savaşı. Türklərin bu iki savaşda da yenməsinin nədəni maddi qüvvətləri deyildi. Türklərin hər iki savaşda, həm Anadolu Savaşında, həm Çanaqqala Savaşında, bu iki savaşda da yenməsinin, qələbə çalmasının nədəni, səbəbi, maddi qüvvələri deyildi. Yəni silahları, topları, tancları deyildi. Maddi, yəni dedim də silah falan. Ruhlarında əgəmən olan milli fəlsəfə idi. Bunların ruhlarına hakim olan, əgəmən hakim, ərəbcə sözdür, əgəmən türkcədir. Hakim olan fəlsəfə idi. Fəlsəfə dedim düşüncə. Düşüncə deyək ruh. Türklər maddi silahların mənəvi dəyərləri hökmsüz buraxdığı son 100 ilə gəlincəyə qədər Asiyada, Avropada, Afrikada bütün millətləri yenmişlər. Əgəmənlikləri altına almışdılar. Türklər maddi silahların mənəvi dəyərləri, qiymətli, ərzişli mənəvi şeyləri hökmsüz buraxdığı
ərzişsiz, hökmsüz, yəni ərzişsiz, qiymətsiz buraxdığı son 100 ilə gəlinəcək. Son 100 ildə deyir belə oldu ki, bunları ərzişsiz buraxdı. Yəni nəyi? Silahların maddi, silahların mənəvi dəyərlərin deyir son 100 ilə gəlincəyə qədər ərzişsiz buraxdı. Amma o son 100-ə gəlincəyə qədər son 100 ildə bilirsiniz sınıbdır da, Osmanlı yavaş-yavaş sınır. Asiya, Avropa, Afrikada bütün millətləri yenmişlər. Şikəst vermişlər. Əcəmənlikləri altına almışlar. Hakimiyyətləri altına, əcəmənlik, hakimiyyət altına almışlar. Qudrətləri altına almışlar o millətləri, Avropalıları, Asiyalıları və Afrikalıları. Demək ki, Türk fəlsəfəsi bu millətlərə aid fəlsəfələrin hamısından daha yüksəkdir. Mən bayaqları misalı vurdum, indi bu burada deyir, da sürətlə gedə bilirik. Deyir ki, demək ki, Türk fəlsəfəsi, düşüncəsi bu millətlərə, Asiya, Afrika və Avropa millətlərinin fəlsəfəsindən daha üstündür, yüksəkdir. Hamısından üstünmüş, çünki onları udurmuş da. Bu gün də öylədir. Elə bu gün də deyir o cür türklər. Yalnız bu var ki, bir dana amması var. Yalnız bu var ki, bugün maddi mədəniyyət baxımından və maddi silahlar səbəbilə Avropalı millətlərdən geridəyiz. Deyir ki, bir dana bir şey var. Bu günləri maddi mədəniyyət olur, ixtiralar. İxtiralardan, silahdan filandan, baxımından və maddi silahlar səbəbilə. Yəni deyim, tüfək, tank, top, təyyara, bomb, muşək, atom, bunlar səbəbilə Avropa millətlərindən geridə qalmışıq. Maddi səbəbdən. Yəni, o şey ki, əldə düzələ bilir. Onlarda deyir, dalıya qalmışıq. Mədəniyyətcə onlara eşit olduğumuz gün heç şübhəsiz dünya əgəmənliyi yenə bizə keçəcəkdir. Görün, nə gözəl deyir. Deyir ki, mədəniyyətcə, yəni dedik da, mədəniyyət nədir? İxtiralar. O şey ki, insanlar onu ixtira edirlər və onu müdiriyyət edirlər. Deyir ki, mədəniyyətcə onlara eşit olduğumuz gün onlarla iqtisadımız, topumuz, tancımız düzəltmək, sistem, ürətmək, maşın, motor, təyyara, jet, muşək, atom, bunları düzəltmək səviyyəsinə onlarla yetişsək, onlarla bir olsaq, heç şübhəsiz ki, dünya əgəmənliyi yenə bizə keçəcəkdir. Yenə də dünyanın hakimiyyəti bizə keçəcəkdir. Bu xətərli sözü demək. Bəzi sözləri biz gərək deməyək. Çünki düşmənlərimiz bunu eşitsələr qoymazlar. Bunlar istəyirlər gələcəkdə ağalıq eləyərək, keçəcəkdə də ağalıq eləmişlər. Başlarına vuraq. Bizim bəzi dostlarımız ələni bəzi fikirləri ortaya qoyurlar. Bu, onların siyasəti bilməklərindandır. Biz bəzi şeyləri bu qədər aydın deməməliyik. Təbii ki, biz düşmənlə savaşanda gedib maçı verməyəcəyik ki. Təbii ki, biz savaşa hazır olur. Savaşda öldürərlər və ölərlər. Təbii ki, bizim düşmənimiz bəllidir. Və biz o düşmən ilə savaşan gün düşməni öldürəcəyik. Necə ki, Azərbaycanlılar, Ermənistan düşmən bəllidir, torpaq bəlli, almaq da bəlli, əskər də bəlli, ölməyə də hazır idi. Getdi, öldürdü, torpağını da aldı, 2907 dənə də şəhid verdi. Amma indi birdən durası deyəcək ki, biz bunları torpaqlarından çıxadacağıq. Bu, dünya gücləri qoymaz gedəsiz qabağa. Bunun üçün fikirlərinizi gözəl sözlərin içində deyəcəksiniz. Dünya sizin əleyhizə cibhə tutmasın deyə. Farslar baxın, bizi 100 ildir gözəl sözünə toğulurlar. Heç birisi deməz ki, biz sizi qətliam eləmişik. Bizim qətliamlarımızdan danışmazlar ki, bizi qətliam eləyiblər. Amma qətliam eləyiblər. Amma deməzlər, heç yerdə görməsiz deyərlər ki, türklər qətliam. Hətta bizim ermənilər bizi qətliam eləyiblər, asurilər bizi qətliam eləyiblər, onlardan da danışmazlar.
Çünki üstün açsa deyir, bunun üstünü açsam o birisinin də üstü açılar. Dünyanın işi budur. Dünyanın işi budur. Fikirlərinizi gözəl sözlərlə deyəcəksiniz, acı tərəfin gizlədəcəksiniz. Öz aranızda və müstənəd olmayaraq, yəni yazmayacaqsınız. Öz aranızda eləyə bilərsiniz, dost deyəsiniz ki, hə, məsələn, filan cür filan olsa, filan cür filan olacaqdı. Savaşın bir təbiəti vardı da. Mədəniyyətcə onlara eşit olduğumuz gün heç şübhəsiz ki, dünya əgəmənliyi yenə bizə keçəcəkdir. Mondros, bilmirəm bu hangi dildədir, əsir olduğumuz zaman Mondros indi bir yer torpaqdır zahirən. Mondrosda əsir olduğumuz zaman, əsir olubdu türklər orada, ya torpaqları alınıbdı. Orada kamp kumandanı olan bir İngiliz bu sözləri söyləmişdi. Bu adam özü hətmən əsir düşüb, ha, ona görə deyir. Deyir, biz orada əsir olduğumuz zaman ki, falan yerdə bizi saxlırdılar Mondrosda. Deyir, orada kəmpin komandanı, yəni o fərmandehi kəmp, ki bir İngiliz idi, bu sözləri demişdi. Söyləmişdi, yəni demişdi. Nə demişdi? Demişdi, türklər gələcəkdə yenə Cahangir olacaqlar. Tərcüməyə ehtiyacı yoxdur. Görünür ki, türklər də yüksək fəlsəfə əyləri getmiş olmaqla bərabər görünür ki, türklərdə yüksək fəlsəfə irəli gərək yazıydı. Bunu iləri yazıbdı. O da ola bilər. İləri getmiş olmaqla bərabər xalq fəlsəfəsi olduqca yüksəkdir. Görünür, yəni nəticə. Nəticə bu ki, türklərin içində yüksək fəlsəfə, ki, bayaqları dedi, zəif olur, ha, o. Deyir, yüksək fəlsəfə irəli getmiş olmaqla bərabər. Deyir, yəni qabağa gedir yavaş-yavaş. Xalq fəlsəfəsi olduqca yüksəkdir. Bəs iki fəlsəfə dedi. Bir ali fəlsəfə, bir də yaşam fəlsəfəsi. Onlar ki, yaşırlar fəlsəfəni. Deyir ki, o ali fəlsəfədə filosoflar yazırlar, danışırlar. Orada başlayıb irəli getməyə. İləri getmiş olmaqla bərabər deyir, gedir. Xalq fəlsəfəsi olduqca yüksəkdir. İşte fəlsəfədə türkçülük, türk xalqındakı bu milli fəlsəfəni arayıb meydana çıxarmaqdır. Deyir, indi biz bu bəhsi gətirdik, yaxşı ağa, fəlsəfədə türkçülük eləyək. İndi fəlsəfədə nəcür türkçülük eləyək, onu deyir. Deyir, ağa, işdə fəlsəfədə türkçülük, yəni ki, türk xalqındakı, xalq yaşır ha o fəlsəfəni, onu, bu milli fəlsəfəni arayıb meydana çıxartmaq türkçülükdür fəlsəfədə. Onu axtaracaqsan, təhqiq eləyəcəksən, arayıb, təhqiq eləyəcəksən, araşdıracaqsan, onu meydana çıxadacaqsan. Bugünün türk gənci bütün bu işlərin yapılması 100 illərdən bərisini bəkləyir. Yaxçı. Bugünün türk cavanı, gənci, cavanı bütün bu işlərin yapılması, bu işlər ki dedik, əvvəl kitabdan buradan saydıq, bu işlərin yapılması, yəni bu işlərin görülməsi 100 illərdən bəri, yüzlər ildir ki, bu işləri gərək biz görəydik, görməmişik. 100 illərdən bəri səni bəkliyor, səni gözlür. Ey gənc, türkün gənci. 100 illərdə gərək biz Səfəvi dövründən, Qəznəvi dövründən gərək fəlsəfəmizi oturub yazaydık, bəhs eləyəydik. Eləməmişik, o birisi qismətlərdə də. Gəlin, o sizi bəkliyor, gəlin onları yazın. Qutardı, kitab qutardı. Mütərcim bir cümlə yazıbdı, onu da oxuyaq. Bu kitabı Azərbaycan türkçəsi ilə hazırlamaq üçün aşağı saytıda olan latin hərflərlə yazılmış mətnidən bulca yararlandım. Bu üzdən bu saytı düzənlədənlərdən təşəkkür edirəm. Təşəkkür edib bu aşağıda bir dənə millətçi for.um.com o belə bir adı var. Bir oradan bunu görmüşəm. Onlara təşəkkür edirəm. Kitab qutardı əziz dostlar.
və Azər-El adında adam bu kitabı Latin əlifbadan ərəb əlifbaya çevirmişdi və mən də təşəkkür edirəm bu Azər-El dostumuza. Azər-El dostumuz mən şəxsən tanımıram, amma yazdığına görə bu kitabda neçə kitab tərcümə edibdi. Mən bu kişini axtarıram, tapam, təşəkkür eləyəm. Böyük təşəkkür borcumuz var bu kişiyə. Zəhmət çəkibdi, latincədən ərəbcəyə çeviribdi və biz bunu oxuduq. Bir cümlə də deyim, bu kitabı qutaraq. Dostlar, bu kitab hər filsufun düşüncələrinin xülasəsinə manifest deyirlər. Bu kitab bu adamın düşüncələrinin xülasəsidir. Əxlaqa görə kitab yazıbdı, stratejiyə görə kitab yazıbdı. Bəlkə mən gələnki kitabçı oxuyam, strateji bu adamın yazdığı strateji kitabını oxuyam. Əgər Latin əlifbaya olmasa, yəni ərəb əlifbaya olsa rahat oxuram. Latin əlifbanı zorla oxuram. Mütəəssifanə göz adət eləmədiyi üçün kəlmələr uzun çəkir oxumağa, amma yerdən başlamalı olacaq. Bu mənim birinci kitab, ciddi kitab oxumağımdır türk dilində. Mənim 56 yaşım var, təqribən 55 yarım. 55 yarımın 10'un çıxın, 45 ilin kitab oxumuşam. Və ciddi kitab oxumuşam. Ciddi, ağır kitablar oxumuşam. Fars dilində. Bəlkə bir 10 dana, 15 dana, 20 dana da türkçe kitab oxumuşam ki, ciddi kitab deyildilər. Nəinki ciddi düşüncələr yox idi, amma məsələn Şah İsmail nağılı, Koroğlu'nun nağılı, nə bilim o aşiqanə nağıllar, rəhmətlik Kəriminin şeirləri, Şəhriyar Rəhmətliğin kitablarının birazın, Odlu Sözlər adlı bir kitablar, bu tür bir şeyler oxumuşam yəni. Amma ciddi düşünməmişəm üstlərində və ciddi olmamışam türk dilində. 45 il mən ciddi kitab oxumuşam fars dilində. Fikir edin ki, ayda bir kitab oxusam, ki çox oxumuşam, bir danadan çox oxumuşam. Çünki bəzən mən gecədə bir kitab oxumuşam. Mən bəzən bir məqalə yazmaq üçün ki, Ruznamə Səlamda işləyəndə ya Cunas TV-də işləyəndə bir məqalə yazmaq üçün, bir bərnamə icra eləmək üçün 4 kitab oxumuşam, 5 kitab oxumuşam. Cunas TV-yə belə olubdu, qətən. Mən Cunas TV-nin işləyəndə getdim bir dövrdə kollecdə dərs oxudum, research analizi oxudum. Təhqiqatı analiz eləmək oxudum və danışqaha pul vermişdik, dərs oxurduq da kollecə. 500 cild İngilisi dilində tapılmayan kitab download elədim. Ki, bir gün bunları oxuyacağam, vaxtım olsa oxuyacağam. Arz edeyim xidmətinizə. Dostlar, bir dənə web sayt var. Görün tapa bilsəm. Turuzdur fikirlərim adı, Turuz. Bunu bizim dostlarımız zəhmət çəkiblər. Türkiyədə yazılan kitablar, PDF şəklində olan kitablar, danışqahda downloada qoyulan kitablar, təhqiqlərin hamısını gətiriblər, yığıblar Turuza. Siz orada hər nə kitab, hər sahədə istəsəz tapa bilərsiniz. Fوق lisans, fوق lisans və doktora təhqiqlərin müftə tapa bilərsiniz. Oxuya bilərsiniz. Turuzda ərəbcə də var, türkcə də var. Mən ərəbcələrində orada gördüm. Özüm də bir zaman köməklik elədim, sonra da yoruldum. Yəni işlərimə görə də eləyə bilmədim. Amma istəyirəm onu deyəm ki, 45 il fars kitab oxuyandan sonra özüm də yaxşı danışıcı olmuşam.
Yaxşı yazı yazmışam. İranda caizə almışam yazı yazmaqda. Kitab yazmışam, kitab edit eləmişəm. Dinçi olmuşam. Amma baxın, bu kitab qədər. Yəni adı nə idi? Türkçülüyün əsasları qədər. Bir dənə kitab ki, bu qədər kiçik ola. 113 səhifə. 109 səhifəsə biz bunu oxuduq da. 109 səhifə. 109 səhifədə bir kitab ola. Həm də yekə kitab deyil. Bu cibi kimi bir kitabdır. Biraz cibidən yekə bəlkə ola, bəlkə də elə cibicəndir. Amma sizə hər sahədə tərif verə, sadə və səmimi. Fars dilində siz bu cür kitab imkansızdır bu günəcən görməmişəm mən. Bəlkə siz görmüsünüz, mən görməmişəm. Onun üçün dostlar, gəlin ciddi kitablar oxuyaq. Gəlin ciddi kitabları nəqd eləyək. Gəlin ciddi kitab yazaq. Yəni, bu adamın yazdığı kitabı qoyaq qabağımıza. Bu nə cür yazıb, biz də ona tay, amma Güney Azərbaycana görə düşüncələrimizi yazaq. Bizim manifestimiz olsun. İndi biz əgər 50 dənə kitab yazaq, 50 adam otura, hər kəsən, ya bu adam nə yazmışdı? Birincisi bəhs budur. İkincisi budur, üçüncüsü budur, dördüncüsü budur. O nə cür, o nə yazıbdı? Onu, o başlıq nədir? O başlığı götürüb, mən də ona görə fikrimi yazım. Düşüncəmi yazım. Bu olar bizim fəlsəfi düşüncəmiz. Bu olar bizim siyasi, kültürel, ictimai, toplumsal. Bu olar bizim hünəri, estetik. Bu olar bizim elmi. Bu olar bizim idari. Bu olar bizim qanun nəminədir. Bunlar düşüncəmiz. Və əlbəttə bir şeylər əlavə eləyə bilirik. Məsələn, bu uşaq haqları üçün danışmadı. Xanım haqları üçün azca feminizmi də danışdı. Ondan izafi danışmadı. Amma baxın, biz eləyə bilərik ki, bunları yazaq və çox da zaman aparmaz. Elə mən yavaş-yavaş hazırlanıram, gedim ona görə. Ona görə dostlar, gəlin qorxmayaq. Mən eləyə bilərdim, çəkiləmdir. Baba, adamlar deyəcəklər, insafəlin savadı yoxdur, türkçə oxuyanmır. Filan kəlməni oxuya bilmədi, qələt oxudu, düz demədi. Bunlarla iş etməz qabağa. Qorxmayacaqsınız. Qorxmayacaqsınız, kitab götürüb oxuyacaqsınız. Qələt oxuyacaqsınız, amma oxuyacaqsınız. Çünki mən bu günləri, dünən və bu gün, İranda bu şey deyirlər, nə məncə, müvəffəqiyyət. O qədər kilas qoyublar, o qədər millət pul verirlər, gedirlər, bunlara ömürlərini hədər edirlər. Bir növ mallalıqdır. Dinin, mollalığın, o gedirlər duay kumeyli ha, onun farscasıdır. Yəni biz dua ilə keçən 500 ildə dalıya qalmışıq. İndi razı müvəffəqiyyət, rəviş-i müvəffəqiyyət, bunlar bizi dalıya saxlayacaq. Onlara ingiliscə və farsça qulaq asırdım. Farsça qulaq asırdım gecə, bu günlərdə ingiliscə qulaq asırdım. Bavər buyurun. İngilislər mütəqiddirlər. Müvəffəqiyyətin bir yolu var. Şikəst yemək. Şikəst yeməsən müvəffəq olmazsan. Və mən bir dənə misal deyim, tutarım. Mən birinci quzarış ki, danışqahda yazdım. Ustadım mənə 14 verdi. Mən getdim Ruznamə Səlama. Mənə dedilər ki, bir dana bizə quzarış gətir, görək sən başarırsan yazasan. Mən gəldim, ustad danışqah 14 verən yazını ki, qələtləri də tutmuşdu, apardım, qoydum miz üstə. Adam sabahısı zəng elədi, dedi, gəl, getdim. Dedi, olan sən dəhlisən, 14 almısan, gətirmirsən, mənə verirsən. Sonra dedi, duel ki, mənim əlimə düşdü. Dedim, necə? Dedi, mən rəisi sazman, filan sazmanam. Ki, sizin danışqahınızın ustadları orada gələrlər, dərs verərlər. Mən bilirəm ki, sizin bu ustad ki 14 verib, hər kəs ondan 14 versə, əcibə ruznamə nigar olar. Sən istihdam olunca başda işə. Dostlar, 23 saniyə qalır. Sizin hamımıza can sağlığı arzulayıram. Görüşmək üzrə ilə. Bir sabahda ya bir gündə bu kitab haqqında sorularınıza cavab verəcəm. Hər kəs istərsə eləyə bilər gələ və